izləyicilər, bu gün sizə keçən il keçən aprelin deməli 27-sində keçirilmiş Qərbi Azərbaycan Qayıdış Olimpiadasının birinci mərhələsinin sualları ilə sizi tanış etmək istəyirəm. Əvvəlcə Qərbi Azərbaycan Qayıdış Olimpiadası nədir? Bununla sizi tanış edim. İlk dəfə keçən il keçirilmişdi. 3 mərhələdən təşkil olunur və keçən il final mərhələsi Naxçıvanda təşkil olunmuşdu və mən orada qızıl medal layiq görülmüşdüm. Bu il isə Bakıda təşkil olunacaq. Final mərhələsi 3 mərhələdən ibarətdir. İlk 2 mərhələsi hər biri 30 sualdan ibarət olmaq, qapalı suallar, sonda isə açıq suallardır. Eynilə Rüfo kimidir. Qərbi Azərbaycan tarixi, mədəniyyəti, etnoqrafiyası, bitki örtüyü, yəni hər şeyi haqqında gərək məlumatınız ola. Harda məlumat əldə edə bilərsiniz? Deməli, məsələn yazırsınız Qərbi Azərbaycan tarix şəxsiyyətləri Google-a və digər başqa yerlərə. Bu zaman çıxanda Qərbi Azərbaycan icmasının oradakı loqolu səhifəsinə girməlisiniz. Yəni o birisi səhifələrə ehtiyac yoxdur. Deməli, başlayaq birinci sualdan. Adlar göstərilən aşıqlardan hansı göz işləminin nümayəndələridir? Bunun sualı mən keçən səhifə yazmışdım. Cavab aşıq əsər, bir də ki, aşıq Nəcəfdir, yəni C variantı. 1897-ci ildə İrəvan Göbəylə Hamlı kəndinin anadan olan, İrəvanda kişi gimnaziyada əla qiymətlərlə bitirən, Petrograd Hərbi Tibb Akademiyasına daxil olan, Bakı Dövlət Universitetinin Tibb fakültəsini bitirən, Xalq Səhiyyə Komissarının müavini, Azərbaycan Dövlət Tibb İnstitutunun rektoru, Dağıstan vilayətinin partiya komitəsinin birinci katibi vəzifəsində işləyən görkəmli ictimai xadim Əziz Əliyevdir. Heydər Əliyevin də əmisi olub. Xüsusən Bəylərbəyliyin yerləşdiyi mərkəz olan İrəvan şəhəri. Bunu yəqin ki, hamımız bilirik. Xəritədə 4 rəqəmi ilə işarələnmiş ərazi, yəni B variantı. Dördüncü sual. İrəvan xanlığını idarə edən ilk və son xanlar Mir Mehdi xan Qasımlı Əfşar, bir də Hüseyn Qulu xan Qacardır. 1918-ci Azərbaycan Xalq Cümhuriyyətinin ərazisinə daxil idi. Cavab D variantı olacaq. 2, 4, 5 deməli Zəngəzur, Şərur Dərləyaz, yenə Bəyazıt. İrəvan ola bilməz, çünki İrəvanı yəni vermişdi AXC mayın 28-də Ermənistana. Bu sualı da mən səhv yazmışdım. Nəsə cavab 2, 4, 5-dir. Xronoloji hadisə İrəvan xanlığı 1147-də yaranıb. Xüsusiyyət Bəylərbəyliyi 17-ci əsrin ikinci yarısında yaranıb. Səbəblərin yaratdığı son Bəylərbəyliyi idi. İrəvan şəhərinin salınması bunun açıqcası mən vuranda deyim, yəni biraz əvvəl olardı. Bu şəhər nə vaxt salınıb? Konkret bir tarix yoxdur, amma yəni qədimlərə gəlib çıxır. İrəvan vilayəti 28-də yaranıb. İrəvan xanlığının süqut da 27-ci ildə süqut edib. Düzənində bunları 3, 2, 1, 5, 4 kimi alınır. 1918-ci ilin mayın 29-da İrəvan şəhəri Azərbaycan Xalq Cümhuriyyətinin hansı şərtlərdə ermənilər güzəşt edildi? Naxçıvan, Zəngəzur və Qarabağın dağılışından olan iddialarından əl çəkməli idilər. Bu şərtlərlə güzəştlər gedildi. Deməli, Sovet hakimiyyəti tərəfindən yeni yaradılmış Ermənistan SSR-yə verilən Azərbaycan SSR-nin əraziləri cavab Dərələyaz, Qırxbulaq və Veydibasardır. Azərbaycan Xalq Cümhuriyyəti 9-cu sualı oxuyuram. Xalq Cümhuriyyəti və Azərbaycan Respublikası elan edilməz ərəfəsində Qərbi Azərbaycan ərazisində baş vermiş oxşar cəhət. Burada erməni terror dəstələrinin Azərbaycandan həqiqə kütləvi qırğınlar törədə, onlar öz əhalisinə qovmasıdır. Deməli 1918, 20, 1948, 53 və 1989-91-ci illərdə Azərbaycanlılar oradan deportasiyaya məruz qalmışlar. Rus İmperatoru Nikolayın hakimiyyəti dövrünə aiddir. 25-55-ci hakimiyyətdə olmuşdur. İrəvan xanlığının yaranması aiddir. İrəvan qalasının alınması, bəli, o da aiddir. Bildiyimiz kimi onu alana müxtəlif titullar vermişlər. Ad yadımdan çıxdı. Nəysə. Daha sonra xüsusiyyət Bəylərbəyiliyinin ləğv edilməsi Nadir hakimiyyətə gəldiyi il olmuşdur. Yəni ki, o Bəylərbəyiliyə ləğv etmişdi. Erməni vilayətinin yaranması 28 aiddir. Cavab 1, 2, 4. Təhkimçi hüququ da Aleksandra aiddir. Qərbi Azərbaycanın yerləşdiyi region, yəni bunda Qafqazda bu. Qərbi Azərbaycan təbii bölgələrinə aiddir. Təbii bölgələri Paşalı, Loru-Pənbək, Göyçə-Gölü, Zəngəzur aiddir. Cavab A variantı. Qərbi Azərbaycanın mərkəzi rayonu haqqında doğru olan fikir. Qərbi Azərbaycan müxtəlif rayonlara bölünür. Bu mərkəzi rayonu soruşur.
Burada cavab A variantı mineral bulaqlarına zəngidir və qara metallurgiya və mebel xüsusiyyətləri ixtisaslaşıb. Qərbi Azərbaycanın iqlimi ilə bağlı fikri hansı doğrudur? Burada cavab günəş işığının müddəti 2000-2800 saatdır. Doğru cavab bu olacaq. Daha sonra Qərbi Azərbaycan relyefi xüsusiyyətlərinə görə fikirlərdən yanlış olanını seçin. Deməli, bu sualda mən səhv yazmışdım. Cavab A variantı olacaq. Birinci sual və dördüncü sual. Birinci və dördüncü cavablar. Göyçə gölünün adı hansı dastandan çəkilir? Kitabda da qurd dastanında. Şəxs adları əsasında formalaşmış toponimlər. Bu asan bir sualdır. A variantı. Coğrafi termin əmələ gələn toponimlər. Bu da A variantı. Alaçıqa, Bozyoxu, Düzkən, Təpəköy. İrəvan şəhərinin məhəllə adları. Təbəbaşı, Dəmirbulaq. Mən bunları bilirdim. Bu variant əsasən yazdım. A variant düz çıxdı. Etnotoponim müəssisəsinə uyğunluğu müəyyən edin. Valla bu sualı mən başa düşməmişdim. Sözün düzlüyündə başa düşməmişəm. Amma cavab 1-3-4. A variantı. Aşağıdakılardan xalq mahnıları seçin. Bu asan bir şeydir. Ədəbiyyat oxuyanlar bilər. Aparıcı sellər sarayı, İrəvanda xalq almadı, Qaragilə. 1-4-5. 22 Qərbi Azərbaycan folkloruna aid deyil. Burada cavab B çıxıb. 3-cü. Divan lüğət türk əsərindəki nə deyir? Folklor nümunələri. Hə bu aiddir. Mən nə yazmışam? Mən 5 yazmışam əvvəl. Erməni mənbələrin istifadəsindən Azərbaycan. Hə bu var imiş. Mən əvvəl bilmirdim deyim ermənilərdən niyə bizimkilər olsun. Amma var imiş. Qərbi Azərbaycan aşkar edilən epiqrafik adlı hansı əlifbalarda və dillərdə yazmışam. Burada cavab Y variantı Orxon Yensə, qədim Arab əlifbası və Yunan və Latın dillərində olan əlifba ilədir. Qərbi Azərbaycan folkloru haqqında hansı fikirlər yanlışdır? Qərbi Azərbaycan folkloru Azərbaycan folklorunun yeni açıda düzdür, çünki yeri yanaramda. Əvvəl Azərbaycan bütöv idi. Qərbi Azərbaycan folkloru ümumi Azərbaycan və ümumi türk folklorunun düzdür, araşdırmalıdır, 3 də düzdür. 4 dil orta əsrlərdən daxil olub, səhvdir, niyə orta əsrlərdən daxil olsun? Biz hələ orta əsrə bölməmişdik. Qərbi Azərbaycan folkloru ümumi türk folklorunun tərkibində hesab edilməlidir, bu da səhvdir. Cavab deyəm, 1-4-5. Göyçə mahnının Ağakesir kəndində olan aşığımız Aşıq Ələsgərdir. 105 il yaşayıb. Aşıq Ələsgərin ustadı kimdir? Aşıq Alıdır. Aşıq Ələsgərin istifadə etmədiyi janr Aşıq Alı hecab vəznində yazıb, ona görə qəzəldə yaza bilməz. Aşıq Alı nədir? Aşıq Ələsgəri. Aşıq Ələsgərin təbiətə həsr olunmuş şeiri dağlardır. Daha sonra bu şeirin müəllifi, yəni bənzərsən qoşmasının müəllifi Aşıq Alıdır. Burada 30-da isə düzülmə bu formada olacaq. Nazik barmaqlıdır, şümşad əllidir. Ayna qabaqlıdır, siyah dillidir. Şəkər söhbətlidir, şirin dillidir. Tuti kimi xoş sabanı gediblər. Deməli, bu formada birinci mərhələnin sualları. Əgər istəsəz, ikinci mərhələdə paylaşa bilərəm və nə sualınız olsa yorumlarda soruşa bilərsiniz. Sağ olun.